120'ye qədər izah edəcəm inşallah. Şəkildə bu sadə sualdır. Oxla göstərilən equation əmri nə üçündür? Equation, söhbət burada Word-dən gedir. Sənədə düstur əlavə etmək üçün nəzərdə tutulub. Bu görmə hansı variantdır? Elə A variantı. Yeni düsturun və ya müəyyən düsturların əlavə olunması. A variantıdır. Bunun üçün biz hara getməliyik? Bizə lazımdır bir dənə Word sənədi təbii ki. Word sənədini açdıq. Ondan sonra nə lazımdır? Insert tabının bu bölməsidir. Equation. Gördünüz. Yeni düsturlar əlavə etmək üçün. Keçək indi növbəti suala. İkinci sual. Bu sual tipindən də işləmisiniz, bilirsiniz. Deyir ki, 2 səviyyə geri qayıdır. 1 səviyyə geri qayıtsa düşər bura. 2 səviyyə geri qayıtsa düşər bura. Belədirmi? Deməli, o hardadısa foto qovluğunun içindədir. Fotodan mənzərəyə girib, oradan da foto 20-ni silib. Deməli, cavab nə olmalıdır? C variantı, bəli. Üçüncü sual ulduz topologiyasıdır. Çox rahat bir sualdır. Məsələn, buna 5 bucaq yazan tələbələrim olub. Şəxslər olub. Web browser nə idi? Deməli, web ilə bağlı maraqlı detallar var. İndi bu asan sualdır. Web səhifələrə baxış proqramıdır, Y variantı. Amma başqa detallar var. Başqa detallar var, onları da göstərirəm. Qeydinizi götürəcəksiniz, tez-tez qəbulda görsənir. Deməli, baxın. Terminlərdə web ilə bağlı başqa ifadələr var. Baxın, bilməlisiniz, qəbulda düşürsün ki. Web səhifə düşər, web sayt düşər, web portal, web server, web browserların hər biri gözlənən qəbul suallarındandır. Başlayaq, davam edək. Elektron hökumət portalının texniki texnoloji infrastrukturu. Bunu mövzu olaraq inşallah bir aralığa salıb keçəcəyik. Burada var proqram texniki vasitələri, telekommunikasiya əlaqələri, vasitələri demək olar, elektron hökumət şürüzü. 1, 4, 5. Bunun üçün də bizim elektron hökumətlə bağlı olan təqdimatımız var, gördüyünüz kimi. Bu təqdimatda o məsələlər həm belə ümumilikdə qeyd olunub, həm də xüsusi izah var yerindədir. Bunu çəksən bəsdir. Düşə bilər. Videodan çəkə bilərsən. 6-cı sual. Find sətrinə yazılmış sözü böyük və kiçik hərfləri nəzərə almaqla axtarmaq. Bu match case-dir. Yəni, məsələn, mən buraya yazmışam Akif sözünü balaca hərflə. Axtarırsam onu böyük Akif, yəni böyük hərflə yazılan Akif çıxmasın deyə match case-dən istifadə edə bilərəm. Cavabımız olacaq match case. Məsələn, sounds like nədir? Sözü səslənməsinə görə axtar. Find whole words onunla oldu ki, məsələn, Akifin, Akifə, Akiflər çıxmasın. Ignore white space characters boşluqları nəzərə alma axtarış zamanı. Match prefix ön şəkilçini nəzərə al deməkdir. Ki, bu yaxınlarda çox gözəl bir sual düşmüşdü. Sınavları salmışdım mən, o yadca gəlirdi o. Demişdim ki, necə idi o sual? Yazılmışdı ki, imtahan sözü var, bir neçə dənə. Bir dənə buradadır, birini də tutaq ki, buraya yerləşdirək. İmtahan sözünü əvəzlə başqa bir sözlə. Amma əvəzlənmədən sonra həmin o əvəzlənən söz qırmızı qalın şriftlə olsun. Yanvar qəbulu dövlət qulluğunun sualıdır. Nə edirsən? İmtahan sözünü seçdin, girdin burada Homeland tabında replace-ə. Ctrl-H da ola bilər, bəli, tam elə doğrudur. Oradan more düyməsini basırsan, buraya yazsan imtahan. Yazdın. Sonrasında girirsən, bu düşmür heç vaxt, amma buradan sual düşür. Buradan. Deyir ki, əvəzləmək lazımdır nə ilə? Məsələn, kitab sözlərindən əvəzlə. Amma bir şərtlə ki, şrifti olsun qalın, şriftin rəngi olsun qırmızı. Və okey. Və replace all. Görürsən? Nə baş verdi? Bütün imtahan sözləri qalın kitab sözünə əvəzləndi. Belə bir sual da düşür dövlət qulluğunda. Yəni, deyirlər ki, o dövlət qulluğu asandır, kim deyirdi onu? Belə sual düşür. Hər nöqtədən sual düşür. Keçid olaraq növbəti 7-ci sual, düzgün variantları seçin. KMOS, yəni enerjidən asılı olmayan yaddaşdır. Tamamilə doğrudur, çünki ROM-un içərisinə aiddir. Funksional baxımdan 2 hissəyə bölünür, daxili, xarici. Xarici yaddaş aslı deyil, düz fikirdir. Əməli yaddaş düz fikirdir. Burada da işləmə sürəti yox, həcmi böyük, sürəti nisbətən kiçikdir. Nəyə baxanda? Daxili yaddaşa baxanda. Cavab D variantı. Hierarxik verilənlər bazasında hansı əlaqə tutuyor? Diqqətli ol. Akses relyasiyadır. Relyasiyada var birin birə, birin çoxa, çoxun çoxa. Çoxun birə yoxdur. Niyə görə? Ancaq şəbəkə modelindədir çünki. Və cavabın olmalıdır. Y variantı yalnız 3.
9-cu sual. Mübadilə buferi vasitəsilə yer dəyişmə katdır. Mübadilə buferi vasitəsilə köçürmə kopidir. Bufer olmadan köçürmə send to'dur. Onu əslində gələndə keçəcəkdik Windows'dan, indi sizə göstərirəm. Bu gözəl bir detaldır. Sabahları biz bu mövzunu keçəcəyik inşallah. Baxın, burada qeyd eləmişəm sizin üçün. Baxın, sol aşağı üçüncü görürsünüz. Copy buffer vasitəsilə üzünü köçürmə, cut buffer vasitəsilə yerini dəyişmə. Send to buffer olmadan köçürmə. Hər biri düşüb qəbula. Davam edirik. Bu arada dünən təzə özüm əlavə eləmişəm. Mika, Fluent, təzə temalardan danışacaq sabah. 10-cu sual qüvvətə yüksəltmə işarəsidir, B variantı. 9, 3 idi, yalnız 3. 4 nə? Yox, bu da yer dəyişmə yazı baxın. 3 köçürmədir, yalnız 3'dür cavab. O buydu, bir quran söz danışdım. Qüvvətə yüksəltmə işarəsi B variantı. A variantı nə idi? Müxtəlif vərəqlərdə ünvanlaşmanı bildirir. Ulduz vurmadır. D sətirləri birləşdirmək üçündür. Dollarda mütləqiyyət nişanəsidir. Hər biri düşüb qəbula. Səhifə ölçüləri nizamlamaq layout tabındandır. Bilirsiniz ki, səhifə ölçüləri nizamlamaq üçün layoutun içərisində size bölməsindən istifadə oluna bilər. Bəli, çap fayl menüsündə də mümkündür. Çap üçün nəzərdə tutulmuşdur. Tamamilə doğrudur. 12-ci sual da çox sadə sualdır. Bu da dövlət qulluğu qəbul suallarından olub bir zamanlar. Bu deyəndə bütün hamısı dövlət qulluğu qəbuldur. Mən danışıram da özüm üçün. Deməli, bildiyiniz kimi burada bir vergül, bir nöqtə vergül söhbəti var. Keçən dəfə də biz danışdıq. Mənim sizə keçdiklərimdə çox vaxt nöqtəli vergüldən söhbət gedir, amma burada vergül veriblər. Demişdik ki, vergül ancaq və ancaq Amerikan regionunda istifadə olunur, Amerika regionunda. Avropa və Azərbaycanda isə nöqtəli vergüldən istifadə olunur. Səbəbi nə idi? Səbəbi odur ki, Azərbaycan və Avropa regionunda vergül bizdə tam və kəsr hissəni ayırmaq üçündür. Amma Amerika regionunda tam və kəsr hissəni nöqtə ilə ayırırlar. Ona görə vergül qalır boşda və biz onu istifadə edə bilirik. Belə bir maraqlı detal var. Nəysə, bunu mən başqa şeyə görə dedim. C2 kiçikdirmi B1-dən? C2 neçədir bizdə? 15 bölü 3 kiçikdirmi 12-dən? Yox. Onda nə etmək lazımdır? C2 ilə B1-i cəmləmək lazımdır. C2 neçədir? 15. B1 neçədir? 12. 27. Əgər şərt düz olsa birincini hesablayardıq, səhv olduğu üçün ikincini hesabladıq. 13-cü sualla davam edirik. Cədvəli çap edərkən səhifənin kənar boşluqlarının ölçüləri hansı tabdan nizamlanır? Page layout-dur. Göstərə bilərəm. Excel açaq. Gedək Excel-ə. Excel, page layout, buradan page setup'ın dialog pəncərəsi. Burada sheet bölməsindədir və yaxud merges bölməsində təyin eləmək olar. Fayl menüsü cavablarda yox idi, yoxsa götürərdik ondan. Növbəti sual. Bəli, tamamilə doğrudur. Siz çox ali savadlı bir oğlansınız. Mən sizi təbrik etdim. Baxın, 2 kilobayt, 52 bayt. Baytla istəyir, düzdür? Kilobaytdan bayta keçmək üçün 2-ni vurmalısan 2 üstü 10-a, alacaqsan nə qədər? 2048. O 2048, o da 52. Nə verər sənə? 2100 verər. Əla. 2100-dən 1100 çıxdın, qaldı 1000 bayt. Onun da üstünə gəlirsən 24. Niyə görə? 192 8-ə böləndə 24 eləyir. 1024 bayt. Petya virusu məsələsi. Bu sualda məsələ nədir dostlar? Yadınızda saxlayırsınız, bu çox önəmli bir detaldır ki, biz hələ bu mövzunu keçməmişik, amma bilmək lazımdır. Petya virusu fidya viruslarından biridir və onu aradan qaldırmaq üçün, yəni onun ümumiyyətlə bizə yoluxmaması üçün perfs, bu 2 dəfə düşüb suala. Bir dəfə düşüb ki, bu perfs adlı fayl harda yaranmalıdır? C qoşa nöqtə Windows ünvanında olmalıdır. Bu da bir qəbul sualı olub, qabaqda görəcəksiniz. Bir də verir ki, nə etmək lazımdır? Gəlin sizə onu göstərim. Deməli, təqdimatımıza baxırıq. Dövlət qulluğu, təqdimatlar, hani bu informasiya təhlükəsizliyi və o məsələ. Birinci dərsin sonuna yaxın danışmışdıq. Mən yanlış xatırlamıramsa onu. Yəqin ikinci dərsin sonuymuş. Adı yazmışdım. Yox, əvvəllərdə idi. Aparım. Göz yaddaşım mən anlatmasa da.
Budur. Gördüğünüz kimi WannaCry və eyni zamanda Petya ransomware hər ikisi Fidya proqramıdır. Bu ayrı bir sualdır ki, Fidya proqramı nə işə yarayır? Müəyyən bir qovluğu şifrələyərək mövcudluğu haqqında ekrana bildiriş göstərir və o bildirişdən sonra bizdən pul tələb edir ki, biz onu ödənişi eləməsək, şifrələnmiş qovluq silinə və yaxud da digər şəxslərlə paylaşıla bilər. Bunun da iki dənə növü var. Hansı ki, Petya virusunu aradan qaldırmaq üçün C Windows ünvanında perf yaxud perfs belə adlanır. Adlı faylın mövcud olduğunu yoxlayır. Əgər varsa, onda artıq virus yoluxmur. Deməli, cavabımız elə A variantıdır. Növbəti sual. Keş yaddaş nə üçün nəzərdə tutulub? Bu asan sualdır. Əməli yaddaşa müraciəti sürətləndirmək üçündür. 17-ci sual. Tətbiqi proqram təminatına aiddir. Nəşriyyat sistemləri. 18-ci sual. İş masasının fonunu dəyişmək üçün iş masasının kontekst menüsü harasına müraciət olunur? Personalize bölməsinə. Gəlmişəm, personalize bölməsinin də harasına. Orada background deyilən bölüm var, ora. Nə qədər qovluq açmış o. Və buradadır. Hamısını istəmədim də, yavaş istəyim. Həyəcanlandım. Background bölməsindən gördüyünüz kimi. Təşəkkürlər. Çox sağ olun. İnternet xidmətlərinə aid deyil. Usenet nə üçündür? Uzaqda yerləşmiş kompüterə müraciət xidməti. Düzdür? Elektron poçt var, 3W var, FTP var. Fake kanalı yoxdur. Harada görmüşdük biz bunu? Qlobal kompüter şəbəkələri ilə bağlı olan təqdimatda o məsələyə toxunulub. Təbii ki, orada haradadır bu? Bax, bu gördüyünüz möhtəşəmliyi ilə göz oxşayan səhifədədir. İnternet xidmətləri və onların müvafiq məqamları. Davam edirik növbəti sualdan. Antivirus proqramlarını müəyyənləşdirin. Bu asan sualdır. 1-dir, 4-dür, 5, 6, 7. Kaspersky 6 dedim, hə 7 8. O 7 8 yox, 7 bəsdir, 7 bəsdir. Malı qat, mən malı qatdım, üzülürsən. 1 4 5 7-dir cavab. D variantı. Yüngülvari mən malı qatdım. D4 xanasının qiymətini müəyyən edildir. Baxırıq, gözəl sualdır. Kəsib həyata keçiririk. Deməli, bizdən istəyir, D4 demişdir, düzdür? Buranı soruşur da bizdən. Count A, A1, C3. A1, C3 diapazonlu count A eləsəm 8 alınar. Düzdür? 8 alınar. 8. Bunu sildik. İkinci, minimum A1, B3. Buradan 1 çıxır. D1-də də 8 yazılmışdı axı. Onda nə olacaq? Yenə 1 çıxacaq. Tamamilə doğrudur. Doldu 1. Sonra average A1, B3. A1, B3'ü toplayacağıq. 6, 8, 8 bölü 4, bu da 3 eləyir. Sonra da ümumilikdə A1, D3'ü sam edirik də. A1-dən D3'ə kimi cəmləyirik. Bəli, 22 eləməlidir. 5, 8, 11, 11 də orada. D variantı, 22. Növbəti sual. Sənəddə 30 səhifə var və deyil çap olunub. 30 səhifə varsa biz buradan biraz diqqətli olmalıyıq bu məqamda. Burada da ki, even yazılıb cütlərə baxmalıyıq. 1 ilə 7 arasında 2, 4, 6, 12, 14, 16, 22, 24, 26, 28 və 30-da dayanmalıyıq. 3, 6, 8, 11 səhifə elədim. 11'dir, böldüm 1'ə, yenə 11 oldu, yenə böldüm 1'ə, sonra da vurdum 2'yə 22. 22. 23 düzgün mak ünvanlarını soruşur. 1'də H hərfi var, 2 düzdür. 3'də G hərfi var, 4 düzdür. L var, hanı L var? Sağ olsun. Göz deyir ki, qartal baxışıdır. 5 düzdür. 6'da da, baxım görüm, 125 var, yox. 5'dir də cavab. 125 üstüdür, ona görəsən. 24-cü sual. İş masasında proqramların, piktoqramların avtonizamlanması. Bu auto arrange icons'dır. 1'in altındadır. A variantı. Baxın, söhbət nədən gedir? İş masasında dağınıq halda yerləşmiş obyektlərin ekranın sol yarısına nizamlanması auto arrange icons əmri vasitəsilə icra olunur. View-nun altındaydı bu. Növbəti 25-ci sual. Bu da diaqramdır. Chart, diaqramdır. İstəyirsinizsə maraq üçün göstərə də bilərəm sizə. Insert,
Chart diagram Telegrama salmışdım bəli bu sualı. Budur da. Ola bilər onu verməyə bilər. Onda kateqoriyadan zaten tutarsan da problem. 26-cı sual. Tətbiqi proqram təminatına daxil olmayanlar. 1 var, 3 var, bir də 6 var. 2, 4, 5'dir burada cavab. C variantı. Böyle. Yəqin daxil olanlar vermiş. Ola bilər. Ev etməz. Ev etməz. Align left seçilmiş qrafik obyektləri ekranın sol yarısına nizamlayır. Soldan düzlənir yoxsa sola? C olar, bəli, soldan düzlənir. Bəli, bəli, düzgün fikirdir. D5 xanasındakı düsturu əvvəlcə sürüşdür aşağı sıra hesablamanı apar. C5 olar C6 böl B6. C7 böl B7. C8 böl B8. İndi 42'ye böldün 20. 48'i böləndə 32. Bunu böləndə neçədir? Bu 8'i, bu da 20. Cəmi nə qədər verir? Average istəyir də bizdən. 80'i böldün 4'ə 20 edir. C variantı. Toplayıb sayına bölürsən də. 29-cu sual. Demiş kitabxanalar document, music, picture, video ola bilərdir. 1 ilə 4 cavab. D variantı. 30. Hansı tip antivirus əməli axtarış gördüyünsə detektor. B variantı. 31-ci sual. Sətir sütunları gizlət. Formatın altından mümkündür. 5'dən. Baxın, buradadır. Home. Burada da formatın alt əmridir. Sətir, sütun və iş vərəqi. Excel'də nəyi gizlətmək olmur? Bir xananı gizlətmək olmur. Bəs başqa bir gizlədəsi obyekt də var mı? Burada deyil. O nədir? Kitab. Kitaba da gizlənir. Yulen tabının içərisindən. Ayşələm çox şey qabaq etməyəm. Qartallamağa doğru gedirsiniz. 32. Windows 11 əməliyyat sistemində ekrandakı açıq pəncərələri toxunmadan iş masasına baxmaq. Aero Peak Win plus D kombinasiyası ilə. 33. Slaydları gizlətmək hansı lent qrupundandır? Tab soruşsa slide show'dur, düzdür? Amma burada setup'dır. Lent qrupunu soruşur. Bəli. Bizim söhbət nədən gedir? O söhbət buradan gedir. Setup. Əhsən. 34. 34-cü sual. Word-də olur sənəd 1'ə A, 2'ə olacaq D, 3'ə B də düzdür, C də düzdür, 4'ə də düşür Y. B variantı düzdür. Border and shading hansı tablardan asılır? Bax, home tabından aça bilərəm. İstəyirsiniz göstərim sizə. Home'da buradan asılır, bax. Border and shading. Düzdür. Bu bir. Sonra variantlara baxaq da. Layout'da da var. Design'da da var. File'da da var, bəli. Deməli, layout'da hardadır? Layout'da Layout'da buradadır. Layout design'dadır. Layout içəridədir. Design edeyim sonra. Gözüm onu axtarırdı. Page border bir bu. Layout'da da deyir buradadır. Page setup'ın dialog pəncərəsinə girsən, layout'un lap altında düymə var. Borders. Buradan eləyə bilərsən. Bir də file menüsündə da eyni yerdən açmaq olar. File'dan printdən oraya gəlir də. File'da da budur. 3, 6, 7, 8. Ağır sualdır abi. İnsanı qəlbindən vurar bu sual. Çili-çili eləyər adam. Siqnal ötürməsi deyirsə, söhbət gedir şinlər. B variantı. Magistral da elə kabel deməkdir də. Onunla da satma olar. Burada biraz diaqramı düzgün verməyiblər. Desə 23.5 eləyir. Belə xatırlayıram. Eləməli. A1, B2 diapazonunu average eləyirik. Hansı ki, burada bizə qalır 13, o da 5, 18'dir. 18'i 4'ə böləndə 4,5 eləyir də. 4.5 buradadır. C2, D3 olmalıdır əslində. C3, D2 yazıblar, amma belə bir şey eləmək olar da. 11, o da 8, 19. Sonra da cəmləyirsən onları. C3, D2 yazıb da, variant yoxdur, nə bilərik. Bax, bir dənə bura bax. Bərabər yazıq, bura. Sam. C3, boşa nöqtə, D2. Qoydun, yenə C2, D3'ü götürür. Gördün mü? Bunu mu istedin? 38-ci sual.
Elektron post ünvanı 2 ət işarəsi ola bilməz, ət olmaya bilməz, sual ola bilməz, ətsiz ola bilməz. A variantı. 39. Bu da gözəl sualda. Elektron cədvəlin çap səhifənin mərkəzi mergesidir bu da cavab. Göstərim sizə. Page layout budadır. Mergesi. Bir dənə bura qalır. Buna da gəlib barmaq eləyəm. Horizontal, vertikal. 40-cı sual. Çox düşüb qəbula. Home sətrin əvvəlinə. Məsələn, yenə gedib sənədin əvvəlinə yazıb özü biabr eləyənlər var. Məşəm, auditoriyonu tərk edir. Vərəqini götür, pılımı pırtımı götür çıxsın. Heyecandır o, heyecan. Onu. Götür çıxsın, xahiş edirəm. Burada da bu sual səs cavab 2 idi. Deyəcəmişim. Xəta var, deyil, var 2 idi cavab. Yox, sual belə çıxıb içərdən. Excel-də kitabdır, C variantı. Tətbiqi proqramlar, web browser, internet payətdə 3-dür. Desən, buradan da bizi qovacaqlar. 44-cü sual. B'dir, B. Qalanları sistem proqramlarına aiddir. 44. A1, 12, A2, 14. A1 hanı bizdə? Bizə lazımdır A1. Hələ ki lazım deyil. A2 ilə A3 lazımdır. 14 böyüdürmü 30-dan? Düzdür, belə şey var? Xeyr. Onda A1-dən A3-ə qədər topla. Not var, düzdür. Hə, notu görmədim orada, düz deyirsən. Düz deyirsən. Tələsdirlər. Bu qapını açıb bağlamalar nervlərini körləyirlər. Not olduğu üçün biz artıq əslində false vermişdi cavab. Not onu elədi, true. Onda average A2, A4. A2, A3, A4. Nə verər bizə? 14, o da 30, 44, 66. Bölü 3, 22. B. 45-ci sual. 1A, 2 informasiya sistemi yaratmaq. 2 yox, 3'ə aiddir bu. 3'ə B'dir hələ ki. 2'yə də C. 1A, 2, C, 3, B. B variantı. Ayrı funksiyaları. Bu da shake olmalıdır bildiyimiz kimi. 2, 5, 6. 7 də var. Flip də var. Ayrı flip. Vərəqləmək. Alt-tab, win-tab. 47-ci sual. Sənədin ümumi səhifə sayı. 27. B. Fayl üstündə nə eləmək olar? Faylı köçürmək olar, miqyaslaşdırmaq olmaz. Kitabxanaya əlavə etmək yalnız qovluq üçün keçərlidir. Yenə kitabxana. D variantı düzdür, Y variantında da birləşdirmək yoxdur. Yəni, bizə söhbət nədən gedir burada? Bax, Windows əməliyyat sistemində faylın və qovluğun kontekst menyuları var. Məsələn, faylın kontekst menyusunda birləşdirmək əmri yoxdur. Faylın kontekst menyusunda, məsələn, include in library əmri yoxdur. Belə bir şeydir. Hətta belə bir şey deyirdim əvvəllər tələbələr, sizin üçün də deyim. Deməli, belə bir abreviatura var. Open abreviaturası. Open. O-P-E-N. Bu abreviatura yalnız fayl üçündür. Open with, print, edit, new. Bir də pip var. P-I-P. Pin to quick access, pin to start, include in library. Bu da ancaq qovluq üçün keçərlidir. Məsələn. Hər sətirlə xahiş edir. Yazdan gələcəm, nə olur? Yazdan gəlib deyəcəm, yetimləri görsün. Tokunu sal. Cədvəldə yeni sətrin əlavə olunması hardandır? Bu da yaxşı sualdır. Table layout və yaxud layout sətir dediyi üçün, bəli, right and left sütun əlavə etmək üçündür. Çox gözəl sualdır. Bir var gözəl sual, bir var çox gözəl sual. 50-ci sual. Solğundursa katla kəsilmiş ola bilər. Ya da hiddenlə gizlədilmiş ola bilər. Bunu da bu yaxınlarda salmışdım sınağa. 150'dir burada cavab, B variantı. 1024'ü vurdun 1024'e, bir de RGB'de vurdun 3'e, bir de vurdun 50 denedir. 150 vur 220, 220 getdi orada byte'dan kestin diye 150 qaldı. Da qəbul saldı. Hansı əməliyyat sistemlərinə aid deyil? Məsələn 1 var, 2 var, 3 var, və salam. 4, 5, 6, 7 də. Novel Netfiyəni götürə bilərsən, var elə əməliyyat sistemi. 4, 6, 7'dir. Var da Novel Netfiyə. Fərqi də, əməliyyat sistemində. Götürəcəyiz.
Aynı sistemi götürə bilərsən. Hətta adilərdə də var o. Adidə də var. Çap məsələsi nə yazmış buna? 10 düzdür, bəli. Bunu yaza bilmeyen adam bilirəm ki, ortadan yeri yoxdur. 54-cü sual. Bu da yuvarlaqlaşdırırdı. Tək bunu seçdiyi üçün belə də. Bunu seçsə mərtəbəliliyi artırır. A ola bilərdi. Cavab D. 55. Seçimli, kəsişən, parametrik. B variantı. O tələbələr üçün göndərmişdim. Yazıca gəlir, qrupa göndərmişdim. Ümumi qrupa, əncə qrupa göndərmişdim ki, bilməyənlərimiz varsa görsün. Bax. Kitablar. Kitab 2025. Birinci, ikinci hissə. Mən bir başqa sözlər istəyəcəm. Yəni dəfə mənim otağımı dəyişsələr, deyəcəm çıxmıram. Nervləndirirlər adam Allahın üçün. Kömür yaşayaq da. Gəlmişəm, girmişəm bura. Yetimlərə denən ki, bu işləmir də. Seçimli, parametrli, kəsişən, bir də birləşən. Budur. Videoda getdik, rastladım. Yoxda qalsın. Başqalarına göndərmərəm, ancaq siz baxarsınız. 56 növbəti sözün əvvəli kontrol sağa. B. Növbəti sözün əvvəlinə. Növbəti. Ay kasıb. Əsəbləşdirir məni. Necə bana necə əsəbləşdirməyir? Qapının yanında orada diyan çöldə. Onsuz da oxumursan. Gələn olsa denən ki, gələn olsa denən ki, burada. Doğru fail adını müəyyənləşdirin. Nəysə, A variantıdır. Qalanlarda qadan olan simvollar var. Sual, ulduz, qoşa nöqtə, düz xət, siləşlər, böyüdür, kiçikdir. Bunu bu tərəfə qoyum, mostu qaçdılar. 58. Doğru mak ünvanıdır. 2, 5 yenə də düzdür. 59. Hadi yetirdim, sən burada. Bu, dibin ən sevilən suallarından da 1, 4, 5, 7. 60. Epos proqramı Outlook-C. Maşallah. Eldora'da var, bəli. 61. Down dediyi üçün bir rəqəmi bütün hamısa doldurulacaq. Bəli, C. Bir rəqəmi də böyle düşür, deyil mi? Anadan sonra olur. Bu sualın cavabı Dövlət İmtahan Müəssisəsindən C verilir. Sən Y yazarsan sən qəbulda. Mən onu internet şəhsəndə screenshot eləmişəm, I kimi götürürüm. Xahiş edirəm, mala qatma. Sənədi TXT formatda yadda saxlamalı. Bu da sevəzdir, bilirsiniz. Asan sualdır. D variantı. 63. Qurğulara aid olanları seçin. B-dir. Bəli. 64. Sütunu silmək. Bu məsələ biraz çətin sualda. Bu yaxınlarda salmışdım sınağa mən. Cavab burada kontekst menyusundan. Delete əmri ilə. D variantı. Bizə necədir məsələ? Bu sualı biraz başqa cür yazıblar. Məsələn, belə baxanda, mən üstündən delete düyməsini basanda da olur da, düzdür? Amma burada başqa tema var. Məsələn, mən belə bir şey eləmişəm, düzdür? Bunu delete-dən siləndə silinir. Amma struktur yenə əvvəlki halına gəlir. Amma o dediyi qaydada üstündən sağ düyməni vurub oradan siləndə o strukturu da silinir. Tam elə bil ki, çatırır əvvəlki vəziyyətinə. İşte bu dövlət qulluğunun qəbuluna düşən sualdır. Orada baş qarşılayan sualdır. Mən sənə ildən göstərəm ki, gələcəkdə belə səhv eləməyəcəm. Backspace bir dənə xananın içindən nəsə silmək üçün. Sən Word-i Excel-ə qarışdırırsan burada. Bu Excel-dir, o Word-dür. Sənin o öyrəndiklərin Word-a aid. Bəli. Təxmini bir yarım saata. Şükür feyla gəlsin. Qanımı tökərim var sizə. Çıxacam da yuxarı, çıxacam. Prosta mən səhvimə olub, mən qrupda yazmamışam. Çempionlar Liqasına ayrıca yazmışam.
Yazsaydım ola biləcəklər mənim burada dərsim var, dərs sanmayacaqlar. Ona görə mən çox səs saldım. Nəysə, eyb yox. Nəysə. Lənət şeytan, lənət şeytan. Klaviatura deməlidir ki, zərərli proqrama yoluxma simptomları hansılardır? Bu da dövlət qulu qəbul sualıdır. Məsələn, klaviatura daxil etmə nə deməkdir? Məsələn, mən 4-5 dənə düymə basıram, heç nə olmur, sonra birdən 5-i birdən icra olunur. Bunu demək istəyir. Bu var yəni. Bu düzdür. 2-dir, təbii ki, aydın məsələdir, başqa söhbət ola bilməz. 3-dür, bir də 7-dir. Kompüter Ethernet kartı özü başqasına arzu olmaz paket göndərməsi. Qaldı ki 4, 5, 6-ya 5 brauzerdə dəyişikliklərin olması. Brauzer güncəllənib qaqa. Yenilik olub. Bunun arası bir istəyir ki. Bu informasiya təhlükəsi. 66. Mətnin formatını başqasına tətbiq etmək. Y variantı. Əsas hesablara aiddir. 1, söhbət Word-dən gedir ha. 5, 6. D1-i Y3-ə sürüşdür. Bəli. 16-dan fərqli cavab alan var. Allah kəssin belə sual. Səni biabır olasan. Səni biabır olasan necə ki olmuşsan. Plus 1, plus 2. A1 neçə olmalıdır? B3. Düz deyil. B1 də oldu B3. B3 plus B3. 8 plus 8. İkinci cəhətdə tutarsan, narahat. Düstur daxil etmək üçün hara müraciət olunur? Deməli, söhbət gedir insertdir, daha variant. Sadə sualdır bu. Təqdimatın görünüş rejimləri harada olur? Demək, bu sual səhv başa düşdüm. Slide show yoxdur, belə görünüş rejimi olmur. Bunlar görünüş rejimləridir. O nümayiş edir. C15 xanasının nəticəsini tapın. Bu da çox sadə sualdır. 11-dir, bəli 11-dir, sonra baxmadım. Hansı yeni sənəd açmaq üçündür? Bu artıq yoxdur. Bu artıq yoxdur, biraz 11-də başqa cürədir, elə cavab B-dir, new'dur. Buradır bax. Buradan. Bu da açmaq üçün yox, yaratmaq üçün. O video olsa bu sual daha düşməz, Windows 10 sualı. Başım bırax. Fayla aid olmayan əmrlər. Bax, orada go to yoxdur, bir də ando yoxdur, bəli. Ando heç yerdə olmur. 1-3. Gözəl sualdır. Bu da asan sualdır, B variantı. Böyükləri kiçik, kiçikləri böyük. 75. Lenti gizlət göstər, C variantı. 76 çox gözəl sualdır. Hətta mən bu sualı necə salmışdım? Lent qrupu nə qədər soruşmuşdum. Inserted text lent qrupundadır. Bilirsən söhbət nədən gedir? Kursorun dayandığı yerdən sənədə başqa bir sənəd əlavə etmək. Bax, bu əmrdən söhbət gedir. Gördün? Text from file. 77. Mətnin qeyd edilən abzasın sola düzəndirməsi A variantı. Sola da sola, sol, kontrol da sola. Sola da. Ya. Sola. Sola da qaqa. Ayqa, bax buna. Təmkirlərdir. Qaqa budur. Bu soladır da, soladır. Bu sualda soladır. Mən deyirəm soladır. 78. Yerinə yetirmək olmaz. Deməli, pəncərəni bağlamaq, açıq pəncərəni nizamlamaqdır. C variantı. Bu sual biraz o vaxtı davadalaşa səbəb oldu. Amma Dim dedi ki, mən deyirəm C-dir. Olur. O B ola bilməz. Bir sənə görə bir neçə pəncərə olanda, hansına vuranda o aktivləşir, qalan pəncərələr pasiv olur. O, yəni o müzakirə mövzusu deyil. Müzakirə mövzusu odur ki, məsələn, nizamlamaq da olar da deyirlər. Məsələn, başlığından tutaram, birini qoyaram bu tərəfə, birini bu tərəfə. Yəni dediyim kimi, amma o C götürdülər o vaxt sualı. Biraz belə şübhəli sual. Yox, bir sən nə demək istəyir? Bax, məsələn, belə göstərim. Amma sən belə bir pəncərəmiz var, düzdür? Belə bir pəncərəmiz var burada. O, biraz balacalaşdıraq. Yox, o sual o deyil. Sual o deyil. Sual o başqa şeydir. Mal-mala qat. Bax, bu bir dənə pəncərədir, düzdür? Bir dənə belə bir pəncərə var. Görürsən?
İndi bu pəncərə passiv düzdür. Vuran kimi aktivləşir. Başlıq sətrindən tutub bunu aktivləşdirmək olar yoxsa yox? Passivdir, aktivdir. Sualı yazan adam belə fikirləşir. Bu suala cavab verməsi ki, bu sualı yazan adamın ağlında olasan. 79. Cəmləmə üçün bəli, D variantı çox gözəl bir sualdır. Gözəl bir yanaşma eləmişsiniz bu suala. Ruhid və məsələn bu sualda altını vurub fikirləşir, niyə yazır, səhv eləmişəm. Harada səhv eləmişsiniz? Zəhmət olması deyil. Nə yazdı ona? C. İndi qulaq as da, yaxşı. C olsa A1, A2, A3 sözüdür. A2, A3 mənə lazım deyil axı. Bilsəydin yazar. 80. B variantı. Yüzdə deyəndirirsəm bir şey, evlənəm. Əməliyyat sisteminin köməyi ilə həyata keçirilən aid olmayan əməliyyatlar demək nədir burada? Bəli, BIOS əməliyyat sistemini yükləyə bilməz. Əməliyyat sistemi BIOS-u yükləyə bilməz. BIOS əməliyyat sistemini yükləyə bilər. Yaxşı sualdır. 80 B-dir də, bu rahat sualdır. Sual səhv eləməzsən, qorxma. 207 512-dir. Amma 512 tapıb tənbəl eləmə insanlığa. Yaxşı qoy yazaq da 207 vur 204 vur 2 vur 3. Bir də səhifə X, Unicode 201 bərabərdir 6-ya. Buna bölürsən 210-a alırsan cavabı. 6 megabayt deyil, yox. Burada byte olduğu üçün onda ya 6-nı vuraq 220-yə. Sola dəymirsən də, sağı vurursan. 209 qalacaq. Sonra sol beynində yaza bilirsən belə. Maşallah. Bəli, C-yə 83 C-dir cavab. 83 C. D3-ü D4-ə sürüşdür. Bu da çox sadə sualdır. Yəni çox biabırçı sualdır. C variantıdır. 85 yaxşı sualdır amma. Aha, 2-5 var. İntriqa yaranır artıq. Sultan Süleymanın hərəmində belə intriqa yox idi. S7-dən haralara sürüşdürmək olmaz. Sütun azala bilməz. Sətir azala bilər 3 dənə. Razıyıq? Düzdür deyil. İndi S7-dən Y-yə, S-dən Y hərf artır, rəqəm də 2 dənə azalır. 1 düzdür. S4-də rəqəm 3 dənə azalır. Problem yoxdur. 2 dənə problem var ki. Sütun yerindədir, sətirdə 3 dənə azalır. Hayırlar olsun. 3-dür, 5-dir, 7-dir də burada cavab. Sütun hərfdir, sətir rəqəmdir. Sütunu mən ölkədə dəstədim, baxın, sütunu stolba ilə yadda saxlanır. Əgər ki, yəni sütun yuxarıdan aşağıda, mənada, hərflə. Və demişdim ki, əgər yadda saxlaya bilməsən sütunu stolbaya girəcəksən. Belə yadda saxlama daha rahat olar. Ay. Vay. Vay ki, nə vay. Bu oğlan bilmir ki, 7-dən 3-ə 4 dənə azalır. Nə qədər azala bilər? Ey oğlan. Sən. Ali savad yazanda Google-a sən şəklini çıxır. Sənədə şəkil yerləşdirmək nasıl adlandır? B-insert. Belə sualı səhv elə qoymazlar bazlayayım da. Neçə xana var? 12-dir burada. Servis proqramda. Nə yapsın o sizinlə? Bax ondan sənə yazma. Gözünə yaş. Bu sual testi düşüb qəbula. Şoka düşdüm mən. Cavab C. Cavab C. Heyf. Bəli, test düşürdüm. Bu da terminaldır, bugün işləmsiz. A variantı. 90. Sort əmri hansı tabda yerləşir? Əmr deyilsə, home da ola bilər, data da ola bilər. Amma lent qrupu ancaq danışmışdır. Seyidi var. Bundan sonra gəlsən diqqətli olun. Elektron hökumət portalınıza girmək olar. Asan imza ilə, sima ilə, elektron imza ilə. Vəssalam. 1-4-5. Dosan ki, nə yapmışsınız?
A düzdür burada. A düzdür. A variantı. Burada nə edirsən? Deməli, e, 512-ni yazsan 209 kimi, 100-dəki 100-dür də, bitmədi. Deyir ki, bu, təbii ki, bunu keçirsək kilobayta daha yaxşı olar. Hə. Buradan bitdən keçirsən kilobayta, bu 25 vurulsun 4-dür də, 25 vurulsun 2 üstü 2. Düzdür. Niyə girdi deyir? Hayır, 1 saniyə deyirəm hələ ki. 1 saniyə yazsan 2 üstü 11 vurulsun 25. Razsan? Bitlə ama tabii ki. 1 saatdaki 100 saniyədir. Düzdür? 100 saniyəyə nə qədər? Belədir. X də olacaq deməli 2 üstü 11 vur 25 vurulsun yenə də 25. Bir də vurulsun 2 üstü 2. Düz oldu? Aynen. Ama cevap yenə bitləndir. İndi bu kilobayta götürmək üçün eləmək lazımdır. 2 üstü 13'ə bölürük. Nə qalır bizdən? 25'i 25'ə 13 eləyir. 625 kilobayt. Düz olmadıq elə bir. Kaldı gidecek. Hə, dəqiqədir. Bir dənə onu 60'a vurmalıyıq. 100 dəqiqədir. Bir dənə də 60'a vurmalıyıq. Onu axırda vursa olar. İcazə verirsiniz. Olar mı? Buyurun 60'a. Onda verir mi bunu? 15'i 2500'e vuranda bu ədədi buna vuranda çıxır yoxsa çıxmır? Yoxlayaq. Yoxlayın bir dənə. Yox, eyni çıxmalıdır. Riyaziyyatdır, xahiş edirəm. Şəxsi fantaziyaları qoy qırağa. Hə, 15'i vuranda 2500'ə 37500 eləyir. Düzdür? 625'i də vursan 60'a yenə eyni şey verir. Düzdür. A variantı. Sıxıntı yox. Yaşlı adamım. Mən sənin kimi başım sənin kimi işləmir daha. A variantıdır, düzdür. Neynədi bildiniz dostlar? Deməli bu 100'ün yanında sadəcə olaraq dəqiqə yazılmışdı. Biz onu saniyəyə çeviririk. Bir dənə də 60'a vurduq. Biz axırda vurduq da bunu. Qəşəng sualdır bu. Məsələn, sual qəbula düşər yəni. B kateqoriyasına düşür. Dövlət qulluğuna. Düşsə belə düşər. Dəyişiklik eləməyəcək. Bir öyrün imtahanda bu sual düşür. Dədəyəm ki, yazdın saniyədə. Diyor ki, arkadakı qaqaş görsən hələ fikirləşir. Ay Allah, nəyə bu? Sən üzü partlatdın ey sualı. 93. 1C 2 jar var, bir də hə, zip var. A'yı 3'dəki B'de. D var. 94 o da ola bilər. Deməli, bu bizim klaviaturada var. Bu da bizim klaviaturada var. Bu da bizim klaviaturada var. Deməli, belə çıxır ki, bunu gedib insertdən daha oradan yerləşdirməyə ehtiyac yoxdur. Zəruri deyil. Özümdə var onsuz da bu. Gözəl sualdır. Görsən, çıxır ortalığa. Şampiyonlara və nəyə gəlmirsən? 95. Asan sualdır C. 96 səhvləri soruşur. Struktur elementləri fail sahə yazılır, düzdür. Səhvləri istəyir. Yazı sütun deyil, sətirdir. 3 düzdür. Nisbətin gücü kartejlərin sayıdır. Qüvvət domenlərin sayı. 4 də səhvdir. Relyef sayısı qeyri-prosedur, hər bir sahənin onun uzunluğudur, onun adıdır. Adıdır. Bəli, 2, 4, 6. Yoksa bu sualda çətin sualda. Bizə açıq sual. 97. Nəyə mısın? Bunun cavabı dəqiq yadındadır, 8'dir. Amma yəni kim başqa cavab tapırsa köməkli göstərək. Vay vay. Bu niyə belləsin? Vay gözəl insan. Birinci növbədə diapazonu düzgün qurmadığın üçün altını vurmuş ola bilərsən. Bu 1. İkincisi 20'dən böyükləri saymaq üçün biraz orta məktəb. Qayşəbəsi qəbul eləmə. 98. Y variantı bunu işlətmişəm sizə. Bu yaxınlarda işlətmişdim. Çünki o qrafik təsvir üçün. Qrafik təsviri düzəndirilməsi üçündür. 99. A variantı nədir o? 1, 2, 3, bəli. 100. İş masasının fon şəklini yerləşdirmək olar. Bizdən bəzən deyil, olmur. Biz olur. Olur istəyir bizdən. 1. Məsələn, bu sual düşür qəbula. Yazış bir qəbula. Olmur. Vurdun altını getdi. Diqqətli olun.
Ona görə də mən sənə güvənmədiyim üçün altda yenə qoymuşam burada. Yenə var. Olmur olan versiyası da var. Demək olar. Bunu da qoymuşam ki, biabr olmayasan. O da başqadır. Gələn dəfə onu işləyəcəyik. Çünki mən sizə güvənmirəm bu baxımdan. Aha. Hani bu? Hansı? Hə 100 idi. Deməli center mərkəz, stretch dartmaq var idi. Bir də 7 var. 1 4 7. O şeydir, Word-a aiddir. Eskizləri göstərmək üçündür. F12 düyməsini vuranda bu bizə deyir ki, istəyirsən rəsmciyi saxla. Belə ki. Burada bu dayandırırıq 100-də. Gələn dəfədə 250-yə kimi işləyəcəyik. Mən o vaxta qədər bitirəcəm də. Gələn dəfə elə danışarıq ki, bir görüşümüz 3 saat çəksin. Siz işləməlisiniz onu. Bəli.